Salam əzizləyicilər. Bu günləri limonların, ümumiyyətlə digər bitkilər də, adi istixanada xiyar, pomidor simptomlardan danışacağam. Simptom nədir? Deməli, limon məsələn yarpaqlarının yeni yarpaqları, damarlar yaşıl qalırsa, ümumiyyətlə yarpaqlar saralıb, damar araları yaşıl qalırsa, bu əsasən dəmir çatışmazlığıdır. Və dəmir çatışmazlığı əgər köhnə yarpaqlarda olsa, bu maqnezium çatışmazlığında, maqneziumla dəmir çatışmazlığı biraz əlamətləri bir-birinə oxşayır. Sadəcə köhnə yarpaqlardırsa maqneziumdur, yenidirsə dəmir çatışmazlığı. Çünki dəmir hərəkətsiz olduğu üçün bitkidə yeni yarpaqlarda başlayır simptom vermir. Bəzən ola bilər köhnə yarpaqlarda bu hallarda yaşana bilir, bəzən. Deməli, bu dəmir çatışmazlığını aradan qaldırmaq üçün bu nədən yaranır? Əsasən olur torpağın pH-ından. Yəni limon turş mühiti sevən bitkidir. Limon turş mühiti sevdiyi üçün limona biz çalışmalıyıq ki, torpağını turşlaşdıraq. Və turşlaşdırmağa dair videolar çəkmişəm. Baxa bilərsiniz, səhifədə var. Əgər turşlaşdıra bilmirsinizsə və yaxud da gec turşlaşdırmaq baş verirsə, bu vaxtı şelatlı. Baxın. EDDH 6%'dır. Şelatlar var ki, bu qələvi torpaqda ən güclü şelatlardan biridir. Bu qələvi torpağa verən zaman dəmiri bitki dəmiri mənimsəyə biləcək halda saxlayır. Yəni torpaqda bağlanmağa, digər elementlərə və çökməyinə icazə vermir bu şelat. Bir gün mü deyim, 2 günə mi, 3 günə mi artıq bitki onu mənimsəyə bilir. Və torpaqda həm bitkinin dəmiri mənimsəyə biləcək halda sabit saxlayır. Ona görə çalışıb şelatlı gübrələrdən istifadə etmək lazımdır. Turşlaşdırmağı da demişəm. Yenə də əlavə suallarınız olarsa da buyura bilərsiniz. Tək limonda yox, bütün bitkilərdə dəmir həm bəzi ədəbiyyatlar, beynəlxalq standartlarda makro element gedir. Yəni azot kimi lazımlı elementdir, mikro element də gedir. Mən ortada saxlayıram, makro, mikro, orta deyib keçirəm, yəni dəmirə. Yəni dəmir də bitki üçün lazımdır. Ümumiyyətlə makro, mikro elementlər bitkilər üçün lazımdır. Ola bilər bitkiniz çiçək açar, məsələn limonu çiçək açır, meyvə verər, amma yarpaqlar saralar. Gələn artıq o çiçək meyvə açmayıb, artıq yarpaqlar saralıb stressə düşə bilər. Suallarınız olarsa rəylərdə yazıb takip etməyi, paylaşmağı unutmayın. Sağ olun, var olun, Allah amanında qalın.